Evlərimizdə olan təbii qida əsaslı müalicəvi məhsullar əsrlər boyu bütün ölkələrdə və mədəniyyətlərdə istifadə edilmişdir. Çoxumuz bu qidaların bizə yalnız enerji verdiyini düşünsək də, fərqli qidalar əslində bizi qidalandırmaqdan daha çox şeyə xidmət edir. Dəriyə və saça qulluqdan tutmuş, adi xəstəliklərin müalicəsinə qədər onlardan bəziləri o qədər faydalıdır ki, sadəcə mətbəxinizdə olan məhsullara baxmaqla demək olar ki, hər bir sağlamlıq probleminə həll yolu tapa bilərsiniz. Dəqiq xəbər olaraq bugün sizin üçün yeməkdən daha çox faydası olan qidaların siyahısını hazırladıq. 1. Soğan. Yatmazdan əvvəl corabınıza soğan qoymaq qəribə səslənsə də, əslində bu ayaqlarınızın dərisini pürüzsüzləşdirmək və yumşaltmaq üçün sürətli bir üsuldur. Bu ağıllı hiylə qədim Çin tibbi praktikasının ayaq refleksologiyasından qaynaqlanır və son araşdırmalar göstərir ki, corablarınızın içərisinə soğan qoymaq bakteriyaların çoxalmasına və qabarların böyüməsinə maneə törədir. Ayrıca ayaqlarınızın dərisini yumşaldacağını da göstərir. 2. Kartof. Kartof mətbəxdə müxtəlif işlərə yarayan tərəvəzlərdən biridir. Lakin siz bilirdinizmi ki, kartof həm də dəmir qablardakı pastları təmizləməyə kömək edə bilər. Kartofun tərkibində dəmir qablardakı pastları yuyan oksalat turşusu var. Bunun üçün kartofun üzərinə biraz duz səpin, onunla paslanmış yeri ovuşdurun və kartofun sehirli nəticəsinə baxın. 3. Yumurta. Tərkibində A vitamini, D vitamini və kalsiyum kimi bir çox qida maddəsi olan yumurta ən sağlam qidalardan biridir. Saçınız hər hansı bir şəkildə zədələnibsə və ya çox qurudursa, yumurta sarısı potensial olaraq saçınızı xilas edə bilər. Bundan əlavə, yumurta sarısı zülalla zəngin bir maddə olduğu üçün saçlarınıza parlaqlıq və güc qata bilər. Tərkibindəki lesitin adlı yağ növü sayəsində saçlarınızı nənləndirə bilər. Bu xüsusiyyət əslində yumurta sarısını tapa biləcəyiniz ən yaxşı saç maskalarından birinə çevirir. 4. Zərdəçal. Bu narıncı rəngli ədviyyatı bir çox mədəniyyətdə müalicəvi xüsusiyyətləri ilə tanınır və sızanaq izlərini aradan qaldırmaq üçün üz maskası kimi istifadə edilə bilər. Tədqiqatlar göstərir ki, zərdəçalın tərkibində iltihab önləyici və antioksidan xüsusiyyətlərə malik bir birləşmə olan kurkumin var. Zərdəçalın qatıq və bal ilə qarışığından maska kimi istifadə etmək, dəri çapıqlarını azaltmağa və sızanaqların əmələ gəlməsinin qarşısını almağa kömək edir. 5. Qırmızı biber. Çox ağrınız var, amma mətbəxinizdə olan yeganə şey qırmızı biberdir. Onda şanslısınız. Çünki acı biberin tərkibində ağrıları aradan qaldırmaq üçün bir çox dərmanlarda istifadə olunan kapsasin topikal tərkib hissəsi var. Ağrılı nahiyəni uyuşturmaq, dərhal rahatlamaq və dincəlmək istəyirsinizsə, qırmızı biber və kokos yağını qarışdıraraq öz kreminizi hazırlaya bilərsiniz. 6. Ekvalipt yağı. Ekvalipt çox məşhur efir yağı aroması, müalicəvi və rahatlaşdırıcı xüsusiyyətləri ilə məşhurdur. Ekvaliptin tez-tez nəzərdən qaçırılan faydalarından biri də bədəndəki ağrıları aradan qaldırmasıdır. Mədə pozğunluğuna yaxşı gəldiyi və bədən ağrılarını aradan qaldırdığı sübut edilən ekvalipt soyuq dəymə üçün də əla vasitədir. 7. Sarımsaq. Sarımsaq ən çox istifadə edilən qida maddələrindən biridir və o bu populyarlığa layiqdir. Əlavə edildiyi hər yeməyə inanılmaz ləzzət, ancaq ayaq göbələklərinə qulluq etmək mümkün ola bilər. Mantarın təbii xüsusiyyətlərinə görə ayaqlardakı qalıqları ayaq banyosuna əlavə etməklə və ya birbaşa təsirlənmiş nahiyəyə tətbiq etməklə yüngülləşdirmək mümkündür. 8. Darçın. Narahat edici ağcaqanad dişləmələri nəticəsində yaranan qaşınma və ağrıdan tez bir zamanda xilas olmaq istəyirsiniz? Bu sehirli ədviyyatda çoxlu antibakteriyal və iltihab əleyhinə maddələr var ki, onlar təkcə ağcaqanad dişləmələrini deyil, həm də arı və hörümçək sancmalarını müalicə edir. Su ilə darçın məcunu hazırlayıb zədələnmiş nahiyəyə sürtsəniz, ağrılarınızı aradan qaldıracaqsınız. 9. Duz. Biz bişirdiyimiz yeməklərin əksəriyyətində duzdan istifadə edirik. Lakin evdə çox bilinməyən duzdan qeyri-adi istifadə qaydası isə ayaqqabılarınızdakı xoşagəlməz qoxuları aradan qaldırmaq ola bilər. Gecələr ayaqqabılarınızın içinə xoşagəlməz qoxuları aradan qaldırmaq üçün biraz duz səpmək səhərə qədər istənilən qoxunun yox olmasını təmin edəcək. 10. Düyü.
Əgər bazardan aldığınız meyvələrin anında yetişməsini gözləmək üçün çox səbirsizsinizsə, düyüdən istifadə edərək hər bir meyvəni daha tez yetişdirə bilərsiniz. Meyvəni düyüyə batıraraq taxılların meyvədən ifraz olunan etilen qazını udmasını və beləliklə daha tez yetişməsini təmin edə bilərsiniz. Ancaq meyvəni düyünün içində unudub uzun müddət saxlamayın. Bəs siz heç bir qida maddəsini yeməkdən başqa hər hansı bir məqsəd üçün istifadə etmisinizmi? Evdə müalicə məqsədi ilə mütəmadi olaraq istifadə etdiyiniz qida məhsulunuz varmı? Ən sevdiklərinizi şərh bölməsində bizimlə paylaşmağı unutmayın. Videomuzu bəyəndinizsə, bu tip videoların davamı üçün videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.